Salam əziz şagirdlər. Bugün bərabərsizliklər mövzusundan modul işarəsi daxilində dəyişəni olan bərabərsizlikləri işləyirik sizinlə birlikdə. Bildirmək istəyirəm, dərslərə qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimizə qoşulmaq üçün hal-hazırda dərslərimiz onlayn şəkildə keçirilir. Birinci sualla başlayırıq uşaqlar. Birinci sualda deyir ki, modulda x 4'dən böyükdür və 12,5'dən kiçikdir. Deyir, bunu ödəyən ən böyük və ən kiçik tam həllərin hasilini tapın. Birinci modulsuz baxsaz uşaqlar buna, x-imiz 4'dən böyük 12'dən kiçikdirsə, deməli x-lər ola bilər 5, 6, 7, 8, 9, 10, 11 ta ki 12'də daxil olmaqla. Və bir də bunların əksinə baxmalısınız. Çünki modulda verilibsə ədəd, məsələn 5'in modulu da 5'ə bərabərdir, -5'in modulu da 5'ə bərabərdir. Ona görə həmçinin x-lər ola bilər bu yuxarıda yazdığınız ədədlərin əksi. Aydındırmı? Məsələn siz modulda -12 yazsanız, onun cavabı yenə 12'ə bərabərdir. 12'nin də 4 və 12,5 aralığına düşdüyü məlumdur. İndi bizim x-lərimiz həm müsbət, həm mənfi olmaqla 5'dən 12'ye qədər ədədlərdir. Deyir, ən böyüyü ilə ən kiçiyinin, ən kiçiyi -12'dir də, ən böyük və ən kiçiyinin hasilini tapın. 12'ni -12'ye vururuq, cavab edir -144 B variantı. Keçirik ikinci suala. Deməli, İkinci sualda nə edəcəksiniz? Ümumiyyətlə, modul bərabərsizləri həll edəndə nə edirsiniz uşaqlar? Deməli, birinci tərəfi götürürsünüz olduğu kimi. Birinci halda baxırsınız siz buna, hər şeyi ilə olduğu kimi saxlayıb. Məsələn, modulu atırsınız, hər şeyin olduğu kimi saxlayırsınız. İkinci halda modulun içindəki ifadəni yenə saxla olduğu kimi. Həm bərabərsizlik işarəsinin əksinə dəyiş, həm də biri əksinə dəyiş. Yəni, kiçikdir, -1. Bunu da əksinə dəyişsiniz, bunu da əksinə dəyişsiniz. Və yaxud belə eləyə bilərsiniz. X üstə gəl 3'ün əksini yazsanız, buradakı hər şeyi olduğu kimi saxlaya bilərsiniz. O da doğrudur. Necə istəyirsiniz yaza bilərsiniz. Mən belə gedəcəm, deməli. Modulu hər iki tərəfdə içərisindəki ifadəni olduğu kimi götürürəm. Bir dəfə sağ tərəfi olduğu kimi, bir dəfə isə əksinə həm işarəni, həm də birin işarəsini, həm bərabərsizlik işarəsini, həm birin işarəsini dəyişərək həll edəcəm. Elə siz də belə yadınızda saxlayın. Onda x olacaq 1'dən 3 çıxanda -2'dən böyük. Burada -1'dən 3 çıxanda -4'dən kiçik. Ədəd oxu çəkirik. -4 və 2'ni qeyd edirsiniz. Xəttləmə üsulundan tapacaqsınız. 2'dən -2. -2'dən böyük ədədlər xəttədiniz. -4'dən kiçik ədədlər xəttədiniz. Uşaqlar, burada birləşmə tapacaqsınız. Mənfi sonsuzluqdan -4'ə qədər birləşir -2'dən müsbət sonsuzluğa qədər. Baxın, modul işarəsi hansısa bir ədəddən böyükdür deyirsə, siz orada birləşmə tapacaqsınız. Yadınızda belə saxlayırıq. O da olur Y variantı. Deməli, modulu necə həll etdik? Bir dəfə götürüb hər şeyi olduğu kimi, bir dəfə də modulun içindəkini olduğu kimi götürün. Amma həm bərabərsizlik işarəsinin, həm də sağ tərəfin işarəsinin əksinə dəyişin. Üçüncü. Yenə də eyni qayda ilə x çıxılsın 3'ün modulu 4'dən kiçikdir deyir. Deməli, bir dəfə götürüb hər şeyi olduğu kimi yazırıq modulsuz amma. Bir dəfə də içərini olduğu kimi yaz. Həm bunun işarəsini dəyiş. Böyükdür -4'dən. Onda olacaq x kiçikdir 7'dən, x böyükdür 3 sağa keçir müsbət olur. -4'dən müsbət 3 bizə verir -1'i. Ədəd oxunu çəkirik, göstəririk. -1 və 7. Xəttləmə üsulundan gedəcəyiz uşaqlar. 7'dən kiçik xəttədir. -1'dən böyük ədədlər xəttləyirsiniz. Və bizdə modul hansısa bir ədəddən kiçikdir deyirsə, baxın kiçikdir. Siz orada kəsişmə tapacaqsınız. Kəsişmə nə deməkdir? Ortaq həll. Həm yuxarının, həm aşağının xəttləndiyi yer. -1, 7. Bizə deyir ki, bu bərabərsizliyin ən böyük tam həllini tapın. 7'ni almadığı üçün ən böyük tam həll, ən böyük qiymət, yəni 6'ya bərabərdir. Cavab A variantı. Keçirəm dördüncü suala.
4-də heç nəyi həll etməyə ehtiyac yoxdur. Sadəcə x-lər nələrdir, onları yazacağıq. 6 tam 3-də 1 ilə 11 tam 10-2-nin arasındakı ədədlər. Birinci müsbət olaraq baxırsınız. Hansı tam ədədlər var? 7, 8, 9, 10 və 11. İndi bir də bunların əksini götürməlisiniz. Bir dəfə olduğu kimi, bir dəfə əksinə. Çünki həmin əks ədədlərdə modula salında yenə cavab müsbətləşir. -7, -8, -9, -10 və -11. Bizdən soruşur ən böyük və ən kiçik tam həllərin cəmi. Uşaqlar, ədədlərin içərisində ən böyüyü budur. Ən kiçik isə -11-dir və bunların cəmi eləyəcək 0, D variantı. Keçək 5-ci suala. Eyni məntiqlə yanaşırıq uşaqlar. X bərabərdir. Birinci 2 tam 3-də 1 ilə 4 tam 10-da 7-nin arasındakı tam ədədlərə baxaq. Hansı ədədlər var? 3 və 4. İndi o modulda deyə bir dəfə də bu tapdığımız ədədləri əksinə götürməliyik. -3 və -4. Bizə deyir ki, ən kiçik və ən böyük tam qiymətlərin cəmini tap. Ən böyüyü 4-dür, ən kiçik isə -4-dür. Bunların cəmi olacaq 0, D variantı. 6-cı suala baxırıq. 6-cı sual, diqqətli olun bu sualda uşaqlar. Modulun cavabı biz bilirik ki, hər zaman ya müsbət bir ədəddir, ya da 0-dır. Çünki modul məsafədir də, uzunluq mənasındadır. Ya müsbət bir ədəddir, ya da 0-dır. Bizə deyir ki, x-in yerinə hansı ədədləri yazsaq burada? Sizin modul -1-dən kiçik ola bilər. Modulun cavabı müsbət olduğu üçün ya da 0 olduğu üçün müsbət ədədlər heç vaxt -1-dən kiçik ola bilməz. Yəni bu heç vaxt mümkün deyil. Heç vaxt ola bilməz. Heç vaxt ola bilməz o demək ki, bunun həlli yoxdur. Həlli yoxduru sözlə də yaza bilər, həlli yoxdur ya da boş çoxluq yaza bilər variantlarda. İndi bizdə sözlə yazıb sözlə götürəcəyik C variantı. 7-yə baxırıq. 7-də də eyni qayda ilə modulun cavabı ya müsbətdir, ya da 0-dır. Müsbət ədədlər ya da ki 0-a bərabər olan bir ədəd heç vaxt -1-dən kiçik ola bilməz. Heç vaxt bu ola bilməzsə bunun həlli yoxdur. Yəni boş çoxluq. Yəni siz x-in yerinə elə bir ədəd tapa bilmərsiniz ki, onun modulu -1-dən kiçik olsun. Bu mənfilərdə diqqətli olursunuz. Mənfi olanda onları işləmirsiniz. Baxırsınız, cavabını deyirsiniz şifahi. İndi bura baxın. Burada isə yenə də modul müsbətdir ya da 0-a bərabər olan bir ədəddir. X-in yerinə siz nə yazırsınız yazın. Bunun cavabı ya müsbət ya 0. Müsbət ədədlər və yaxud 0 həmişə -3-dən böyükdür. Böyükdür işarəsi yaz baxın. Burada həmişə doğrudur. Həmişə doğrudur o deməkdir ki, x-in qiyməti nə olur olsun ödəyəcək. Yəni x-in yerinə siz mənfi və müsbət sonsuzluqdan ürəyiniz istəyən ədədi götürüb yazsanız, modulun cavabı müsbət olacaq və yaxud 0 olacaq və onlar da həmişə -3-dən böyük olacaq. Və salam, 9-a baxırıq. Yenə də modulun cavabı müsbətdir və yaxud 0-a bərabər olan bir ifadədir uşaqlar. Belə olan halda biz bilirik ki, müsbət ədəd və yaxud 0-a bərabər olan ədəd yenə də həmişə mənfi bir ədəddən böyükdür və yaxud bərabərdir. Ümumiyyətlə burada bərabər işarəsi ödənməyəcək, böyükdür işarəsi ödənəcək. Mənfi bir ədəddən həmişə böyükdür, belə deməyimiz daha doğrudur. Həmişə böyükdür o demək ki, x-in yerinə siz ürəyiniz istəyən ədədi yaza bilərsiniz. Həmişə doğrudur, həmişə doğrudur. Yəni x-in yerinə mən hər şey yaza bilərəm. O da olacaq mənfi sonsuzluq, müsbət sonsuzluq, D variantı. 10-cu suala baxırıq. Artıq sağ tərəfin müsbət və mənfi olduğunu biz bilmədiyimiz üçün normal şəkildə götürüb bunu həll edirik. Biz necə həll etdik modulu? Bir dəfə götürdük olduğu kimi hər şeyi. Bir dəfə də modulun için olduğu kimi yaz. Həm bunun, həm də buranın işarəsini dəyiş. Böyükdür işarəsi çevrilib oldu x. Kiçikdir. X üstəgəl 4-də işarələrini dəyişərək mənfi x çıx 4. İndi x-ləri bir tərəfə keçirdirəm. Birinci tərəfdə olur x böyükdür 5-dən. İkinci tərəfə baxsam 2x üstəgəl x kiçikdir mənfi 4 üstəgəl 1-dən. 3x kiçikdir mənfi 3-dən, x kiçikdir mənfi 1-dən. Və ədəd oxunda bunları göstərməliyik.
-1 kiçik ədəddir, birinci yazırsınız, 5 böyük ədəddir, ikinci. 5-dən böyük ədədlər və -1-dən kiçik ədədlər. Biz nə dedik? Modulda böyükdür işarəsi varsa arada, siz orada birləşməni tapacaqsınız. Birləşmə, yəni ədəd oxunda haranı xəttəmsinizsə, hər yeri götürməlisiniz. Mənfi sonsuzluq, -1, 5, müsbət, sonsuzluq. Yəni, həm bu aralıq ödəyir, həm 5 müsbət sonsuzluq aralığı ödəyir. İkisi də ödəyir. A variantı. Keçirəm 11-ci suala. Deyir ki, modulda x üstəgəl 2 böyükdür, bərabərdir 2-dən olsun. Ödəməyən tam həllərin soruşur deyirsə, uşaqlar. Siz bunu həll eləyib, normalda ödəməyənləri də götürə bilərsiniz. Amma ödəməyən deyirsə, yaxşı olar ki, 2-dən böyük bərabər yox, 2-dən kiçik olan hissələri tapın. Əslində ödəməyən deyir axı. Yəni 2-dən böyük və yaxud bərabər olmasın, 2-dən kiçik olsun. Siz bunların həllərini tapacaqsınız. Buradakı ədədlərin sayın. İşarəni bildinizdə niyə dəyişdik? Ödəməyən deyir. Deməli, modul bərabərsizliyi biz bir dəfə olduğu kimi bir dəfə də götürüb həm bunun işarəsini dəyişərək işləyirik. X kiçikdir birincidən -1-dən, ikincidə isə -3 sağa keçir, -2 ilə toplanır, -5 olur. Ədəd oxunda göstəririk, -5, -1, -5-dən böyük ədədlər, bir də -1-dən kiçik ədədlər. Biz nə dedik bayaq? Kiçikdir işarəsi varsa, siz kəsişmə tapacaqsınız. Yəni, orta xəll görürsünüzsə, orta xəlli götürün. -5 və -1. İndi burada da hansı tam ədədlər var? -4, -3 və -2 var. Bizdən bunların sayını soruşur. 3 dənə ədəd tapdıq, cavab Y variantı. 12-ci sual. 12-ci sualda da eyni ilə uşaqlar deyir ki, modul x üstəgəl 4 böyük bərabərdir 1-dən. Bərabərsizliyini ödəməyən. Bax, ödəməyən deyirsə, sizin bərabərsizliyiniz şərtdə verir ki, 1-dən böyük bərabər olsun. Ya böyük olsun, ya bərabər. Ödəməyən deyirsə, bu o demək ki, kiçikdir 1-dən olsun da. Bu aralığı biz hesablamalıyıq. 1-dən böyük və yaxud bərabər olan aralığı yox, 1-dən kiçik olan. Deməli, x üstəgəl 4 bir dəfə kiçikdir, 1-dən yazırıq. Bir dəfə x üstəgəl 4-ü olduğu kimi saxlayıb həm bunun işarəsini dəyişirik əksinə. Birincidə olacaq x -3-dən kiçik, ikincidə olacaq x böyükdür -5-dən. Ədəd oxu göstəririk. -5 və -3. -3-dən kiçik olan aralıqlar və -5-dən böyük olan aralıqlar. Hər ikisinin kəsişməsinə baxanda bizdə düşür ədədlərimiz -5 və -3 arasına. -5-nin -3-ün arasında bir dənə -4 var. Neçə dənə həll var deyir? D variantı bircə dənə həllimiz var. Və 13-cü sualla davam edirik uşaqlar. 13. Deməli, x kvadratı çıxılsın 4 modul x, çıxılsın 5 böyükdür 0-dan olmalıdır uşaqlar. Deməli, bunu necə həll edək? X kvadratı ilk öncə bilməliyik ki, modul x-in kvadratı ilə eyni anlam daşıyır. Yəni, siz x-in yerinə neçə istəyirsiniz qoyun və yoxlayın cavabları. Deməli, orada x kvadratının yerinə biz modulda x-in kvadratı yaza bilərik. Bunu biraz kiçildim. Hətta gətirib bura qoyum. Səliqəli işləyək. Belə yazıram ki, siz də ətraflı yazında səliqəli yazmağı öyrənəsiniz uşaqlar imtahanda. Deməli, modul x-in həm özü var, həm kvadratı. Ona görə modul x-ə bir t deyək. O zaman bizdə ifadə t kvadratı çıx 4t, çıx 5 böyükdür 0-dan şəklinə düşəcək. Və t-lərə baxsaq, vuranda çevrilmiş kvadrat tənliyi olduğu üçün sərbəst hədd, toplayanda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı olacaq. Bunlar da hansı ədədlərdir? Təbii ki, 5 və -1. Düz hesabladıq. 5 və -1. Onda bunun vuruqları t çıx 5, t üstəgəl 1 olurdu. Əksini götürürdük də burada. Ona görə belə işarənin əksini götürürük ki, bunları 0-a bərabər eləyəndə 5 və burada da -1 gəlsin. Yəni, bunlar olduğu kimi qalsın uşaqlar. Deməli,
Kökləriniz -1 idi, bir də 5 idi. 5-dən böyük ədəd götürsəniz, məsələn, t-nin yerinə 6 yazsanız, 6-dan 5 çıxanda müsbət, üstünə 1 gələndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Mənfi və müsbət bu gedir belə növbələşərək. Və bizə lazımdır mənfi sonsuzluqdan -1-ə qədər ədədlər, bir də birləşir 5-dən müsbət sonsuzluğa qədər. Amma biz modul x-ə t demişiksə, t-nin cavabları həmişə müsbət ədədlər olmalıdır. Deməli, t mənfi sonsuzluqdan -1-ə qədər ədədlər ola bilməz. Ona görə oranı götürmürük. 5-dən müsbət sonsuzluğa olmalıdır. Yəni, t 5-dən böyük olmalıdır. T də modul x-dir. Modul x 5-dən böyüyü biz necə həll etməliyik? Bir dəfə götürməliyik x 5-dən böyük, bir dəfə də x həm bu bərabərsizlik işarəsini dəyişirsiniz, həm də 5-in işarəsini dəyişirsiniz və ədəd oxunda bunları göstərirsiniz. -5 kiçik idi, 5 böyük. 5-dən böyük ədədlər xəttədir, -5-dən kiçik ədədlər xəttədir. Böyükdür işarəsi sonunda nəyə götürün demişdik? Birləşməni. Zaten görürsünüz, kəsişmə yoxsa deməli birləşmə götürəcəksiniz. Mənfi sonsuzluqdan -5-ə qədər birləşir 5-dən müsbət sonsuzluğa qədər ədədlər. Cavab A variantı. 14-cü sualla davam edirik. Uşaqlar, 14-də də yenə də biz x kvadratı görürük orada. X kvadratı bilməliyik ki, modul x-in kvadratı ilə eyni anlam daşıyır. Onda x kvadratın yerinə biz yazırıq modul x-in kvadratı. Üstəgəl 3 modul x çıxılsın 4 kiçik bərabərdir 0-dan. Və modul x-ə bir t əvəzləməsi edə bilərik. O zaman t-nin kvadratı üstəgəl 3t çıx 4 kiçik bərabərdir 0-dan. 2 kök var, vuranda etməlidir sərbəst hədd, toplayanda etməlidir ikinci hədd əmsalı əks işarə ilə. Hansı ədədlərdir vuranda -4, toplayanda -3 etsin? Təbii ki, -4 və 1. Onda -4 və 1-dirsə, bunun vuruqları x, t üstəgəl 4, t üstəgəl 4, bir də t çıx 1 edəcək, kiçik bərabərdir 0-dan. Ədəd oxunu çəkirik, göstəririk. Deməli, köklərin biri -4-dür, biri isə 1-dir. 1-dən böyük ədəd qoyanda t-nin yerinə, məsələn, 5 yazsam, 5 üstəgəl 4 müsbət, 5 çıx 1 müsbət, müsbəti müsbətə vuranda müsbət. Bura mənfi, bura müsbət, belə davam edəcək və bizə 0-dan kiçik olan yer lazımdır. Uşaqlar, bir də burada bərabər işarəsi vardı ya, bunların üçün qaralamalıyam mən. Mənfi işarəsi -4 ilə 1-in arasındadır. Yəni, siz aldınız ki, t-niz -4-dən böyükdür və yaxud bərabərdir, 1-dən kiçikdir. İndi uşaqlar, bu -4-dən böyük bərabər olmağı həmişə ödəyəcək. Çünki moduldur da bu. Siz modul x-ə demişsiniz. Modul x-in cavabı t olduğu üçün t-lər ancaq müsbət ədəddir. Yəni, bura həmişə onsuz da ödəyəndir. Onda siz götürüb buranı işləyəcəksiniz. T kiçik bərabərdir 1-i işləsəniz, bizə kifayətdir. T deməli modul x idi. Modul x kiçik bərabərdir 1-dən. Bu o deməkdir ki, x ya 1-dən kiçik bərabərdir, ya da x, baxın, həm bunun işarəsini dəyişirsiniz, böyük bərabərdir -1-dən. Ədəd oxu çəkirik. Ədəd oxunun üzərində -1-in və 1-in içərisini qaralayaraq göstəririk. 1-dən kiçik ədədlər ödəyəcək, xətt deyirsiniz, gedir bu tərəfə və -1-dən böyük ədədlər xətt deyirsiniz. Və bizə lazımdır hər ikisinin kəsişməsi. Kəsişmə varsa kəsişməni götürəcəyik. O da olacaq -1-dən 1-ə qədər bu parça. Cavab eləyəcək B variantı. Belə qəşəng suallar. Sonra keçirik 15-ci suala. Uşaqlar, modulu bir tərəfdə saxlayın, çalışın. Qalanları digər tərəfə keçirdin. Modul x çıx 4 kiçikdir, bərabərdir 2 üstəgəl 2x-dən. Biz də modulu necə həll etdik? Bir dəfə götürdük, olduğu kimi yazdıq hər şeyi. Bir dəfə də modulun için olduğu kimi yazıb, həm bunun, həm də buranın işarəsini dəyişdik. Yəni, böyük bərabərdir -2 çıxılsın 2x-dən. İndi bu tərəfə keçirdirəm. Ədədləri də sağ tərəfə keçirsəm, -x kiçik bərabərdir 6-dan. Hər tərəfi mənfiyə vursam, x böyük bərabər -6-dan. İndi x-ləri bu tərəfə keçirdirəm. Ədədləri sağ tərəfə keçirdirəm. Olur 3x böyük bərabərdir 2-dən. X böyük bərabərdir 2 bölünsün 3-dən. Və ədəd oxunda bunları xətt əməl üsulu ilə təyin edirik.
Deməli, mənfi 6, 2 bölünsün 3. 2 bölü 3-dən böyük ədədlər almışıq. Və mənfi 6-dan, burada neysə düz yazmamışam. Çünki ikisi də böyükdür oldu. Baxım görüm, hər şeyi düz yazdım mı uşaqlar? Kiçik bərabərdir. Burada oldu mənfi x. X böyük bərabər mənfi 6-dan. Və burada 3x, yox, düz yazmışam. İndi xətt deyirik. 3-də 2-dən böyük, bir də mənfi 6-dan. Mənfi 6-dan böyük ədədlər. Və cavabınız olacaq bunların kəsişməsi. Yəni 3-də 2-dən böyük ədədlər. 3-də 2-dən böyük çoxlu ədəd var, sonsuz sayda. Onların içində ən kiçik tam həlli soruşur. Yəni 1 olacaq. Bu kəsir olduğu üçün ən kiçik tam həll 1. Düzgün kəsirdə 3-də 2 birdən kiçikdir. Deməli, cavabımız olur C variantı. Keçirik 16-ya. 16 biraz fərqli tip moduldur. Birinci, siz modulun içərisindəki ifadəyə baxın uşaqlar. Bu ifadə vuruqlarına ayrılan ifadədirmi? Bəli. Çünki 2 dənə kök var, tənlik kimi fikirləşsəniz. Vuranda mənfi 15-dir, toplayanda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Hansı ədədlərdə deyin görüm? 3, daha doğrusu 5 və mənfi 3. Belə. Onda bunun vuruqları olacaq. Bu x kvadratı çıx 2x çıx 15-in yerinə mən vuruqlara ayırıb x çıx 5, x üstə gəl 3 yazıram. Kiçikdir modulda x çıx 5-dən. Burada nəyi bilməliyik? Burada bilməliyik ki, hasilin modulu modullar hasilinə bərabərdir. Siz bunları ayrı-ayrı yaza bilərsiniz. Gəlin bunu qayda kimi belə qeyd edək. Məsələn, modulda A vur B yazılıbsa, siz bunu modulda A vur modulda B yazma ixtiyarınız var. Deməli, hər tərəfi mən modulda x çıx 5-ə ixtisar edə bilərəm. Müsbət bir ədəddir. Müsbət bir ədədə ixtisar edəndə bərabərsizlik işarəsi olduğu kimi qalır. Bax, bunu ixtisar etdiniz. Arada kiçikdir işarəsi. İxtisar edəndə yerində heç nə qalmırsa 1 yazırıq. Amma nəyi qeyd etməliyik burada? İxtisar etdiyimiz ədəd 0 ola bilməz. Çünki siz əgər buranı 0 götürsəniz, burada bərabər işarəsi gərək yazardılar. Kiçikdir və yaxud bərabərdir. O bərabər işarəsi orada yoxdur deyə siz qeyd etməlisiniz ki, x çıxılsın 5, 0 ola bilməz. Amma bərabər işarəsi olsaydı, qeyd etməliydiniz ki, x çıxılsın 5, 0 olmalıdır. Deməli, biz burada yadımızda saxlamalıyıq ki, cavabın içində əgər 5 alsaq, onu götürməyəcəyik. Sağ tərəfi də həll edəndə modul bərabərsizliyi bir dəfə olduğu kimi bir dəfə də həm bərabərsizlik işarəsini, həm də sağdakı ifadənin işarəsini dəyişərək yazırdıq. Burada mənfi 4-dən böyük olacaq. Ədəd oxu çəkirik. Mənfi 4, mənfi 2. Mənfi 4-dən böyük ədədlər xəttlədim. Sonra 2-dən kiçik ədədlər, mənfi 2-dən kiçik ədəd xəttlədim. Haranı götürürəm? Kəsişməni. Kəsişmə də mənfi 4 və mənfi 2 aralığı olacaq. Və bu 5 də zaten bu mənfi 4, mənfi 2-nin arasında olmadığı üçün onu cavabda xüsusi qeyd etməyə ehtiyac yoxdur. Onsuz da mənfi 4, mənfi 2-nin içərisində 5 yoxdur. Cavab C variantı. Və keçirik 17-ci suala. Yenə də eyni qayda ilə x çıx 2-ni olduğu kimi yazıram. Kiçikdir, modulda x kvadratı çıx x çıx 2. Bu sağ tərəf vuruqlarına ayrılan ifadədir. Gəlin görək necə ayrılır vuruqlarına. Bunu burada yazım. Burada yazıram x kvadratı çıx x çıxılsın 2 uşaqlar. Bunun 2 dənə kökü var. Vuranda sərbəst həddə olacaq, yəni mənfi 2. Toplayanda əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Bunlar hansı ədədlərdir? 2 və mənfi 1. Onda onun vuruqları olacaq x çıx 2, bir də x üstə gəl 1 şəklində. Gətirib yazıram yuxarıda yerinə. Kiçikdir, burada yazıram modulda x çıx 2, bir də x üstə gəl 1. Deməli belə. İndi biz dedik ki, hasilin modulu modullar hasili şəklində göstərilə bilər. Yəni biz bunları ayrı-ayrı belə yaza bilərik. Və hər tərəfi x çıxılsın 2 modulda x çıx 2-yə bölə bilərəm. Böldüyüm ədəd müsbət ədəddir deyə sol tərəfdə 1 qalır və aşağıdakı bərabərsizlik işarəsini dəyişmədən yazırsınız. Çünki müsbət ədədə bölmüsünüz.
Və bir də nəyi qeyd etməlisiniz? O böldüyünüz ədəd 0 ola bilməz. Çünki 0 olsaydı və sağ və sol bərabərləşərdi, burada gərək bərabər işarəsi olardı. Bərabər işarəsi yoxdur deyə sağla sol bərabər ola bilməz. Yəni x2 ola bilməz. İndi bu nə deməkdir? Bunu bizim gözümüz belə alışdı da yazmağa. Modul birinci tərəfdə yazırıq, ədədi ikinci tərəfdə. Bununla bu eyni şeydir. Bunu necə həll edirdik? Bir dəfə olduğu kimi, bir dəfə də x üstəgəl 1 olduğu kimi yazıb, birlə böyükdür işarəsinin əksinə çevirirdik. Birincidə 0-dan böyük, ikincidə -2-dən kiçik ədədlər olacaq. Deməli, biz 17-ni yazırıq da. İndi ədəd oxunda qeyd edirəm bunları. Ədəd oxu çəkirik. -2 kiçikdir sol tərəfdə, 0 böyükdür sağ tərəfdə. 0-dan böyük ədədlər, bir də -2-dən kiçik ədədlər. 0-dan böyük ədədlərin içərisində də 2-ni ala bilməz. 2-ni ala bilməz, buradan qeyd edirik. Deyir ki, bərabərsizliyini ödənməyən tam ədədlərin sayını tapın. -2 ödəmir uşaqlar. Çünki için boş saxlamışıq, fikir verin. -2 ilə 0-ın arasında -1 var. O da ödəmir. Yazıram bu -1-i burada. 0 da ödəmir. Bir də 2 ödəmir demişdik. Bunda neçə dənə həll olur? 4 həll var ki, ödəmir. 18-ci sualla davam edirik uşaqlar. 18-ci sualda deyir bərabərsizliyin neçə dənə tam həlli var. 5 və 8 arasında hansı tam ədədlər var? 6 və 7. Düzdürmü? 6 və 7. İndi deməli bu modulda x çıxılsın 7 ədədi 6-ya da bərabər ola bilər. 7-yə də bərabər ola bilər. 6-ya və 7-yə bərabər ola bilər. O zaman x çıxılsın 7 bərabərdir 6 və yaxud x çıx 7 bərabərdir -6 tənliyin həll edirik. Buradan x-imiz 13 gələcək. Buradan x-imiz 1 gələcək. Bir dəfə də x çıxılsın 7-ni həm 7-yə, həm də x çıxılsın 7-ni -7-yə bərabər edirik. Birincidə x 14, ikincidə x 0. Və bizə nə deyir? Neçə dənə tam həlli var deyir deyə bu üsuldan istifadə etdik. Yoxsa bərabərsizlik kimi də həll edə bilərdik. 4 dənə tam həlli var. 19-cu sualda eyni qayda ilə neçə dənə tam həlli var soruşursa, bunu bərabərsizlik kimi həll eləmədən daha rahat tapa bilərsiniz. Çünki 4 ilə 7-nin arasında hansı tam ədədlər var? 5 və 6. Deməli, bu bərabər ola bilər 5-ə və yaxud modulun cavabı bərabər ola bilər 6-ya. Onda x çıxılsın 6 5-ə və yaxud -5-ə bərabərdir. Burada x çıxılsın 6 ya 6-ya bərabərdir ya da -6-ya bərabərdir. Birincidə x 11, bu bir kök. İkincidə x bərabər -5-in üstünə 6 gələndə 1, bu ikinci kök. Üçüncü kök burada 12 və dördüncü kök -6'lar hər tərəfdən gedir 0. Bizə deyir bərabərsizliyin tam həllər cəmini tap. 11, 1, 12 və 0. Yekun cavabımız olacaq 24. 20-ci sualla davam edirik. Deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tap. Biz burada haranın işarəsini dəqiq bilirik, məxrəcin işarəsini dəqiq bilirik ki, müsbət bir ədəddir. Onda gərək sürət necə ədəd olsun ki, uşaqlar, bunu məxrəcə böləndə, yəni müsbət bir ədədə böləndə müsbət olaraq qalsın. Deməli, sürət də müsbət olmalıdır ki, müsbəti müsbətə bölün, müsbət alın. Sürət müsbət olmalıdır, ədədlər 2-dən böyük olacaq. Amma məxrəcə şərt qoymalıyıq. Məxrəc 0 ola bilməz. Yəni, x-imiz 3 ola bilməz. Çünki 0-a bölmə əməli təyin olunmuyub. Deməli, 2-dən böyük ədədləri alacaq bizim x-lər. Amma 3'ü ala bilməz. 3 ala bilməz. Onda 2-dən bu 3'ə qədər gələcək. Sonra birləşib 3-dən müsbət sonsuğa davam edəcək. Ən kiçik tam həldə 2-ni almır, 3'ü də almır. Onda ən kiçik qiymət olacaq 4. 21-ci sualla davam edirik. Burada da məxrəcin işarəsini %100 bilirsiniz ki, müsbət bir ədəddir və 0 ola bilməz. Çünki məxrəc 0 olanda kəsrin mənası yoxdur. x4 ola bilməz. Bu burada. Məxrəc həmişə müsbətdir, çünki moduldur. Sürət necə ədəd olmalıdır ki, mən onu müsbət bir ədədə böləndə 0-dan kiçik alınsın. Deməli, sürət olmalıdır mənfi ədəd. Onda yazmalıyıq x çıxılsın 5 olmalıdır mənfi x kiçikdir 5-dən. Uşaqlar 5-dən kiçik ədədlər
5-dən kiçik ədədlər. Amma 4-ü almır və davam edir. Deməli, sizin ədədlər çoxluğu mənfi sonsuzluqdan 4-ə qədər gələcək. Bir də 4-dən 5-ə qədər davam eləyəcək. Ən böyük tam qiyməti soruşur bizdən. 4-ü 5-i almadığına görə onlardan əvvəl mənfi sonsuzluğa doğru gedəndə ən böyük qiymətimiz olacaq 3. 22-ci sualda davam edirik. Uyğunlaşdırmadır. Uyğunlaşdırmadırsa siz onu ayrı-ayrı üçünü həll etməlisiniz. Birincisi rasional bərabərsizlikdir. Modulla əlaqəsi yoxdur. Yuxarının ayrı kökünü tapırsınız, aşağının ayrı kökü. Yuxarını sıfıra çevirən ədəd -5-dir və sürət 0 ola bilər deyə bunun içərisini qaralayırsınız. Məxrəci sıfıra çevirən ədəd -1-dir. Amma biri yerinə yaza bilmərik, çünki kəsir mənasız olur, ona görə için boş saxlayırıq. Rasional bərabərsizliklərdə də, ikiqat bərabərsizliklərdə də əgər vurma və bölmə varsa uşaqlar, burada interval üsulundan istifadə etməliyik. Birdən böyük bir ədəd götürürük, məsələn 4 tutaq ki, x-in yerinə. 4-dən 1 çıxanda müsbət, 4-ün üstünə müsbət, 5 gəndə müsbət, müsbəti müsbətə böləndə müsbət. Və bunlar ardıcıl şəkildə davam edəcək. Bizə 0-dan kiçik yer, yəni mənfi işarəsini qoyduğumuz aralıq lazımdır. -5, 1 aralığını aldım. İkinciyə baxıram. Modulda x çıx 5 kiçikdir 2-dən. Bunu necə həll etdik? Bir dəfə dedik olduğu kimi yazın. Bir dəfə də dedik həm bərabərsizlik işarəsini dəyişin, həm 2-nin işarəsini. Onda x kiçikdir 2 ilə 5-in cəmi 7-dən. Burada x böyükdür -2-nin üstünə 5 gələndə 3-dən. Xəttəmə üsulunun modulları xəttəmə üsulu ilə gedirik. Deməli 3-dən böyük ədədlər və 7-dən kiçik ədədlər bizə lazımdır. 3-dən böyük, 7-dən kiçik, yəni 3, 7 arası hər ikisinin xəttəndiyi aralıq. Və üçüncüyə baxırsınız, x kvadratı üstəgəl 3x üstəgəl 5 0-dan böyükdür. Siz bunun vuruqlarını ayırmaq istəsəniz, vuranda 5, toplayanda -3 edən ədədlər yoxdur. Bir də yoxlasaz ki, diskriminantla bəlkə tapa bildiniz. B kvadratı çıxılsın 4ac və görürsünüz ki, diskriminant mənfi olur. Diskriminant mənfidirsə, bunun kökləri yoxdur və parabollardan danışmışdıq biz. Kvadrat funksiyanın qrafiki paraboladır. Əgər bunun kökləri yoxdursa, özdə bu qolları yuxarı yönəlmiş parabola. Çünki x kvadratın əmsalı müsbətdir. Bax, əgər qolları yuxarı yönələn parabola absis oxunu 2 yerdə kəsirsə, o demək ki, 2 kökü var. Absis oxuna toxunursa 1 kökü var. Kökü yoxdursa, yəni diskriminant 0-dan kiçikdirsə, absisdən yuxarıda yerləşir. Absisdən yuxarıda yerləşən bir parabolada siz x-in yerinə nə yazırsınız yazın, həmişə müsbət qiymətlər alacaq. Hansısa bir funksiya absisdən yuxarıdadırsa, o demək ki, müsbət qiymətlər alır. Yəni, y-ləri müsbətdir də. Deməli, absisdən aşağıdadırsa mənfi, absisdən yuxarıdadırsa müsbət. X-in istənilən qiymətində, bax, siz götürüb bunun x-dərini tapsanız, görəcəksiniz ki, x mənfi sonsuzluq, müsbət sonsuzluq hər şeyi ödəyir. Deməli, uyğunlaşdıq. Tam həllərin cəmi -15-dir. Bu, yəqin ki, 1-də olacaq. Baxaq, -5, -4, -3, -2, -1-dir tam həll, bir də 0 var. 1-ə ödəmir. İndi bunları toplayanda eləyirmi -15? Bəli, edir. Deməli, cəmi o tərəfdə yer yoxdur deyə buradan yazıram. Cəmi 15A variantı. Tam həllərinin sayı 3-ə bərabərdir. 3 ilə 7-in arasında 4, 5, 6 var. Uşaqlar, bu 2-yə gedəcək. B variantı. Tam həllərinin sayı 6-ya bərabərdir. 1-ə gedəcək. -5, -4, -3, -2, -1, 0. 1-ə gedir C variantı. Həlli yoxdur. Belə bir şey almamışıq. Həlli bütün həqiqi ədədlər çoxluqdur. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Y variantı. Deməli, 23-cü sualla davam edirik. Birincini yazaq. X çıxılsın 2 modulda kiçikdir 4-dən. Deməli, modul bərabərsizliyi necə həll edirdik? Bir dəfə olduğu kimi, bir dəfə də götürüb həm bərabərsizlik işarəsini, həm də sağın işarəsini dəyişərək. Bunu aldıq, -2-dən böyük və 6-dan kiçik ədədlər. Baxın, -2-dən böyük və 6-dan kiçik ədədlər. Deməli, -2-dən böyük 6-dan kiçik ədədlər olur -2, 6 aralığında. Hansı ədədlər var burada? -1 var, 0 var, 1,
2, 3, 4 və 5 var. İndi ikincini həll edirik. Belə çoxluq mötərizəsində yazaq. İkincini həll edirik. Modulda x 1/3-2-dən böyük, 5/5-dən kiçikdir. Uşaqlar 1/3-2-dən böyük, 5/5-dən kiçik müsbət ədədləri birinci deyək. 2 var orada, 3 var, 4, bir də 5. İndi modulda deyək, bir də bunların əkslərini götürməlisiniz. Yəni -2, -3, -4 və -5-i. Üçüncü bərabərsizliyi həll edək. Sürətlərinə baxanda görürsünüz ki, sürətdə dəyişən yoxdur. Sürətdə dəyişən yoxsa bunu tərsinə çevirə bilərsiniz. Xüsusilə də sağ və sol müsbət ədədlərdirsə. Yəni 7-də 2-nin tərsi 2-də 7, x-də 2-nin tərsi x bölünsün 2 və 2-də 1-in tərsi 2 böl 1. Və tərs çevirdiyiniz üçün bərabərsizlik işarəsi də əksinə çevriləcək. Çünki məsələn 3-də 1 ilə 2-də 1-i müqayisə edəndə 2-də 1 daha böyük ədəddir, amma tərs çevirəndə 3 ilə 2, 3 daha böyükdür. Tərsinə çevirirsinizsə bərabərsizlik işarəsi əksinə dəyişir. İndi bunun hər tərəfini 2-yə vuraq ki, kəsirdən azad edək. 7 böyükdür x, böyükdür 1-də 2-ni 2-yə vuranda 4. Deməli sizin x-ləriniz 4 ilə 7 arasıdır. Orada da 3 yox, 4 ilə 7-nin arasında 5 və 6 var. 5 və 6. İndi baxaq. Ən kiçik tam həlli -5-dir. Bu 2-yə uyğundur. Fikir verin. Həllərin 8 dənə həlli var və ən kiçiyi -5-dir. A variantı getdi 2-yə. Sonra 3 natural həlli var. 3 dənə natural həlli var. Hansında 3 dənə natural həll var? Belə bir cavab yoxdur. Ən böyük tam həlli 6-ya bərabərdir. 3-ə uyğundur. C variantı 3-ə uyğundur. Fikir verin, ən böyük tam həlli 6-dır. 4 natural həlli var. 4 natural həlli var. 2-yə uyğundur. 2, 3, 4, 5. D variantı 2-yə uyğundur. Ən kiçik tam həlli -1-dir. O da 1-ə uyğundur. Y variantı da 1-ə uyğundur. Deməli, B variantında heç nəyə uyğunlaşdıra bilmədik. Və keçirik 24-cü suala. -24-də də uşaqlar bununla eynidir. Birincini həll edirik. X çıxılsın 1. Əgər modulu 6-dan kiçikdirsə, bir dəfə özü 6-dan kiçikdir. Bir dəfə də x çıx 1 həm böyükdür, həm də -6 yazılmalıdır. X kiçikdir 7-dən və x böyükdür -5-dən. Ədəd oxunda xətt deyirsiniz bunları. -5 buradadır. Xətt dədiz getdi sona qədər. 7-ni götürürsünüz buradan xətt deyirsiniz sol tərəfə doğru və kəsişmə, yəni həm yuxarıdan, həm aşağıdan xəttləndiyi yer -5-dən 7-yə qədər olacaq. Heç birində almır. İndi ikincinin cavablarını yazaq. Həll etməyə ehtiyac yoxdur ikincini. 4/3-1 ilə 6/2-nin arasındakı ədədləri ilk öncə tapmalıyıq. Tam ədədləri. Orada var 5 və 6 və həmçində mənfilərə baxmalıyıq. Bunların əksi modulda olduğu üçün əksini də götürürsünüz. Üçüncüyə baxanda isə sürətdə dəyişən yoxdur və bunlar hamısı müsbətdirlər. Ona görə siz bunları tərsinə çevirə bilərsiniz. 5/2, x böl 4, 3/2. Tərs çevirəndə bərabərlik işarəsi əksinə çevriləcək. Nəyə görə? Çünki 5/2, 3/2-dən daha böyükdür. Ona görə böyükdür işarəsi bu tərəfə doğru olacaq. Və hamısını 4-ə vuraq ki, kəsirdən azad edək. 2-də 5-i 4-ə vuranda eləyəcək 10. Böyükdür. 4-də x-i 4-ə vuranda x, 2-də 3-ü 4-ə vuranda 6. Burada da hansı tam ədədlər var? 7, 8 və 9. İndi baxaq. Ən böyük tam həlli 9-da, elə 3-ə uyğundur A variantı. Sonra 2 natural həlli var. 2 natural həlli var, 2-yə uyğundur. 5 ilə 6, B variantı 2-yə. Ən kiçik tam həlli -4-dür. Baxın, 24 1-ə uyğundur. Ən kiçik bu belə başlayır da -4, -3, -2, düz 7-yə qədər, yəni 6-da daxil olmaqla. Ən kiçik tam həlli -4-dür. C variantı uyğundur 1-ə.
Sonra 4 natural həlli var uşaqlar. 4 natural həll hansında var? Heç birində. 1-ə də uyğun gəlmir. Çünki 1-də natural həll 6, 5, 4, 3, 2, 1, 6 dənə natural həlli var. Deməli, bu heç birinə uyğun deyil. Ən kiçik tam həlli -6-da 2-yə uyğundur. Fikir verin. -6 deməli, Y variantı 2-yə. 1-ə C, 2-yə B-yə, 3-ə isə A uyğun gəldi. Keçək 25-ci suala görək nə deyir. 25-ci sualda deyir ki, A 0 olduqda, bir də -6 ilə -6 olduqda həllərinə baxın. A 0 olduqda gəlin birinci araşdıraq. Məsələn, burada A-nın yerinə 0 yazsanız. X çıxılsın 6, yəni orada yazmayaq da, burada yazıram. X çıxılsın 6, kiçik bərabərdir yazıb A-dan. İndi A-nın yerinə 0 yazsam. Onda olacaq x çıxılsın 6 kiçik bərabərdir 0-dan. Uşaqlar, modulun cavabı 0-dan kiçik ola bilməz. Heç vaxt bu doğru deyil, amma 0-a bərabər ola bilər. Deməli, bunun bir dənə həlli olacaq. O da 0-a bərabər olan həll, o da cavab 6. Deməli, A 0 olduqda bir dənə həll var, o da cavab 6. A variantı ilə 1-ə gedir. İndi A -6 olanda da baxmalıyam. Və 6 olanda da baxmalıyam. Gəlin bunlara baxaq. A bərabərdir -6 yazıram. A bərabərdir -6. Onda sizin modulda x çıxılsın 6-nız kiçik bərabər olacaq -6-dan. Uşaqlar, modulun cavabı ya 0-dır, ya da müsbət bir ədəddir. Müsbət ədədlər ya da 0 heç vaxt mənfi ədəddən kiçik ola bilməz. Heç vaxt nə deməkdir? Bunun həlli yoxdur deməkdir. Yəni, x-in yerinə siz elə bir ədəd tapa bilmərsiniz ki, onu yerinə qoyub hesablayanda modulun cavabı -6-dan kiçik bərabər alasınız. Bunun həlli yoxdur. D variantı getdi. D variantı 1-ə uyğundur. Yazdım 1-ə. Sonra A bərabərdir nəyə yoxlamalıyam? 6-nı da burada yoxlayım. Bilək ki, 1-lə artıq bitdi işimiz. X çıxılsın 6, kiçik bərabərdir 6-dan. Bu bərabərsizliyi həll edəndə belə yazmalıyam. X çıx 6, kiçik bərabər 6-dan. X çıx 6, böyük bərabərdir -6-dan. İkisinin də işarəsini dəyişdik. Deməli, birincidə alıram 12-dən kiçik bərabər, ikincidə 0-dan böyük bərabər. 0-dan böyük 12-dən kiçik ədədlər 0, 12 parçasına düşür. Və buna uyğun cavab yoxdur. Deməli, birdən işimiz bitdi uşaqlar. Bir də A və D-ni aldıq. Keçirik ikinci suala. İkincidə modulda x çıxılsın A böyükdür, 6 böyükdür A-dan olmalı. Deməli, A 0 olanda gəlin baxaq. A 0 olanda x çıxılsın 6 böyükdür 0-dan. X çıxılsın 6 həmişə müsbət bir ədəddir. Müsbət bir ədədlər 0-dan böyük olmalıdır. Amma burada bərabər işarəsi yoxdur deyə biz bir dənə qeyd etməliyik ki, x çıxılsın 6 0 olmasın. Yəni, x 6 olmasın. X-in yerinə 6-dan başqa nə yazırsınız? Yazın. Sizin cavabınız həmişə müsbət edəcək. Müsbət ədədlərdə 0-dan həmişə böyükdür. Həmişə nə deməkdir? Hər şey yaza bilərsə də doxunda. Amma bir dənə 6-nı yaza bilmirik. Çünki 6-nı yazanda cavab 0 olur. Deməli, mənfi sonsuzluqdan 6-ya qədər gəlir. Təzədən 6-dan davam edir bu. O zaman C variantı uyğun gəldi 2-yə. Bir də A bərabərdir 6-nı da yoxlayaq. A bərabərdir 6. Onda olacaq x çıxılsın 6 böyükdür 6-dan. Bunu həll etməliyik modulda uşaqlar. Modulda. Deməli, x çıxılsın 6 böyükdür 6-dan. Bir də x çıx 6 həm bərabərsizlik işarəsini, həm də 6-nın işarəsini dəyişməliyik. Bu x böyükdür 12-dən olacaq. Bu x kiçikdir 0-dan. Və onda olacaq ədəd oxunda göstərsək 0, 12, 0, 12. 0-dan kiçik ədədlər almışsınız. Bir də 12-dən böyük ədədlər. Bunun cavabı olmalıdır. Mənfi sonsuzluqdan 0-a birləşir 12-dən müsbət sonsuzluğa. Belə cavab var? Yoxdur. Deməli, 2 ancaq C uyğundur. Keçirik 3-cüyə. 3. X çıxılsın 6 böyük bərabərdir A-dan. A-nın yerinə 0 yazmalıyıq birinci. Onda x çıxılsın 6 böyük bərabərdir 0-dan. Uşaqlar, x-in yerinə siz nə yazırsınız? Yazın. Deməli, modul ya müsbət olacaq, ya da 0 olacaq. Ya müsbət, ya da 0. Müsbət ədəd 0-dan böyükdür. Bir də 0-a bərabərdir deyirsə burada. Deməli, x-in yerinə siz ürəyiniz istəyən ədədi yaza bilərsiniz.
Nə yazırsınız? Yazın. Modulun cavabı ya 0 olacaq, ya müsbət. Onda B variantı buna uyğundur. Bir də 6 ilə yoxlamalıyam. X çıxılsın 6, böyük bərabərdir 6 götürməliyəm. Bunu həll edəndə bir dəfə belə, bir dəfə də əksinə götürüb həll etməliyəm. Bu olacaq 12-dən böyük ədədlər, bu olacaq 0-dan kiçik ədədlər. Yəni mənfi sonsuzluqdan 0-a qədər qapalı birləşir 12-dən müsbət sonsuzluğa. Belə cavab da yoxdur. Deməli, uyğunlaşdırmamız necə oldu yekunda? 1-ə uyğun gəldi A, D, 2-yə uyğun gəldi C, 3-ə uyğun gəldi B. Bir-bir yerinə qoymaqla araşdırırsın. 26-nı da eyni qayda ilə həll edəcəyik uşaqlar. Birincidə deyir ki, modulda x çıx 4 kiçik bərabərdir A-dan. Cavablara baxırıq. Bizə lazımdır 0, 4 və mənfi 4-lər. Yerinə qoyub işləyək. Məsələn, x bərabərdir 0, daha doğrusu A bərabərdir 0 yazıram. A 0 olduqda görək nə olur. X çıxılsın 4. Deyir ya 0-dan kiçikdir, ya da 0-a bərabərdir. Uşaqlar, x-in yerinə siz nə yazırsınız yazın? Modul onsuz da müsbət və yaxud 0 ədəd olduğu üçün ya müsbətdir, ya da 0. Deməli, müsbət ədədlər heç vaxt 0-dan kiçik ola bilməz. Yəni, ödənən bir şey deyil bu. Burada yalnızca o ola bilər ki, bu 0-a bərabər olsun ki, bu bərabərlik ödənsin. Deməli, heç vaxt 0-dan kiçik ola bilməz, ən azından 0-a bərabər ola bilər. X-in yerinə yalnızca 4 yaza bilərik. B variantı getdi 1-ə. X-in yerində yalnız 4 olanda ödənir. İndi A-nın yerinə 4 qoyaq. A-nın yerinə 4 qoyanda uşaqlar deyir ki, mənfi sonsuzluq, müsbət sonsuzluq ödəyəcək. A-nın yerinə 4 qoyanda belə bir şey olmaz. Amma yenə də göstərək. X çıxılsın 4, kiçik bərabərdir 4-dən. Bunu həll edəndə biz belə yazırıq da. Kiçik bərabər 4-dən, bir də x çıx 4, həm bərabərsizlik işarəsini dəyişirik, həm bunun işarəsini. Onda x kiçik bərabərdir 8-dən, burada da 0-dan böyük. 0-dan böyük 8-dən kiçik ədədlər düşür 0,8 parçasına. Belə cavab yoxdur. Deməli, yazmırıq. Bir də A bərabər mənfi 4 olanı araşdırmalıyıq. Onda x çıxılsın 4, kiçik bərabərdir mənfi 4-dən. X çıxılsın 4. Uşaqlar, moduldur. Modulun cavabı ya 0-dır, ya müsbət. 0-da, müsbətdə heç vaxt mənfi 4-dən kiçik ola bilməz. Heç vaxt ödənmir, o demək ki, bunun həlli yoxdur, boş çoxluq. Y variantı da gedəcək 1-ə. Demək, 1-i tapdıq. Y və B. Keçirik ikincisinə. Modulda x çıxılsın 4 böyükdür A-dan. A-nın yerinə 0 yazaq birinci. Onda x çıxılsın 4. Cavablarda 0 verib deyə 0 yazırıq ha uşaqlar. Deməli, modulun cavabı dedik ki, ya müsbətdir, ya da 0-dır. Deməli, müsbət ədədlər həmişə 0-dan böyükdür. Həmişə nə deməkdir? Bütün ədəd oxu ödəyəcək. Yəni, x-in yerinə siz nə yazırsınız yazın, həmişə müsbət olacaq. Amma 0 burada bərabər işarəsi olmadığı üçün, deməli, bu modulun cavabı 0-a bərabər götürməməliyik. Çünki 0 olsaydı 0 0-a bərabərdir yazardı burada, yazmayıb bərabər işarəsi. Deməli, x 4 olmamalıdır. Ona görə 4-ü buradan çıxardırıq. Olur mənfi sonsuzluqdan 4-ə qədər, birləşir 4-dən müsbət sonsuzluğa qədər. Deməli, D variantı uyğundur 2-yə. Bir də A bərabərdir 4 olanda. 4 olanda uşaqlar mənfi sonsuzluq, müsbət sonsuzluq. Bu mənfi sonsuzluq, müsbət sonsuzluq heç birinə uyğun gəlməyəcək. Yəni A-nın yerinə 4 yazanda burada müəyyən bir aralıqlar olmalıdır. Yerinə qoyub yoxlaya bilərsiniz uşaqlar. Mən bir də orada vaxt itirməyəcəm. Mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün modulun cavabı bir tərəfdə budur. Məsələn, belə bir şey olmalıdır. Böyükdür və yaxud bərabərdir. Burada mənfi bir ədəd. Burada bir mənfi ədəd olarsa, modulun cavabı həmişə mənfidən böyükdür. Ona görə onun cavabı mənfi sonsuzluq, müsbət sonsuzluq olaraq əks halda olmaz heç vaxt. Üçüncüyə baxıraq, x çıxılsın 4, böyük bərabərdir A-dan. Deməli, bir dənə A variantımız düz gəlir də. A-nı qoyub yoxlamalıyam. A-nın yerinə yəni A variantını qoyub yoxlamalıyam. A-nın yerinə 0 yazıram. Onda modulda x çıxılsın 4, böyük bərabərdir 0-dan. Bəli,
burada müsbət eləyəcək. Modulun cavabı həmişə müsbətdir ya da sıfırdır. Deməli, müsbət ədədlər sıfırdan böyükdür. Sıfır da sıfıra bərabərdir. X-in yerinə nə yazırsınız? Yazın. Modulun cavabı ya sıfır olacaq, ya müsbət. Bu da həmişə sıfırdan böyük bərabər deməkdir. Həmişə nə deməkdir? Mənfi sonsluq, müsbət sonsluq. Deməli, A variantı da 3-ə uyğundur. 1-ə uyğundur B-yə, 2-yə D, 3-ə A variantı. Deyir, uyğunluğun müəyyən edin 27-ci sualda. 3 dənə bərabərsizlik verilib, üçünü də işləməliyik ayrı-ayrılıqda. Deməli, birincidə kökləri tapsaq, 2 kök var, onları vuranda sərbəstədir, yəni 2. Toplayan zaman əks işarə ilə götürülmüş ikinci hədd əmsalı 3 edir. Bu ədədlər hansı ədədlərdir? 2 və 1. Və bunu vuruqlarına ayırsam, 2-dir deyə x çıx 2, kökün biri 1-dir deyə x çıxılsın 1, sıfırdan kiçik olacaq. Ədəd oxu üzərində kökləri qeyd etsəm 1 və 2 ardıcıl sırada. 2-dən böyük bir ədəd götürsəm bu intervalda, məsələn 3. 3-dən 2 çıxanda müsbət, 3-dən 1 çıxanda müsbət, müsbəti müsbətə vuranda müsbət olacaq. Mənfi, müsbət, ardıcıl, dəyişir işarələr. Deməli, sizin interval 1, 2 olacaq. 1, 2 intervalı. Tam həlləri yoxdur. Bəli, 1 ilə 2-nin özündə almır, 1 ilə 2-nin arasında tam ədəd yoxdur deyə A variantı uyğun gəlir. Deməli, birinciyə. Sonra nədir? Ödənməyən ən kiçik natural ədəd 1-dir. Zaten bunu ödəyən natural ədəd yoxdur. Heç bir natural ədəd bunun köklərini ödəmir. Elə ödəməyən ən kiçik natural ədəd 1-dir variantını buna yazmaq olar. D variantı. Tam həllərin sayı 3-dür, buna uyğun gəlmir. Həllər çoxluğu mənfi sonsluq, müsbət sonsluqdur, uyğun gəlmir. Tam həllərin sayı 2-dir, uyğun gəlmir. Deməli, 1, A və D olacaq, keçirik 2-yə. X kvadratı üstəgəl 6, x üstəgəl 9, uşaqlar x üstəgəl 3-ün mötərizədə kvadratıdır. Və biz bilirik ki, ifadənin kvadratı ya müsbət ədəddir, ya da 0. Bizə də onu deyir. Deyir ki, ya sıfırdan böyük olsun, yəni müsbət olsun və yaxud 0 olsun. Zaten belədir. Kvadrat ya müsbətdir, ya da 0. Yəni x-in yerinə siz nə yazırsınız? Yazın. Həmişə bu ifadənin cavabı sıfırdan böyük ya da 0-a bərabər olacaq. Həmişə doğrudur. Həmişə doğrudur nə deməkdir? X-in yerinə ürəyim istəyən ədədi yaza bilərəm. Yəni mənfi sonsluq, müsbət sonsuzluq. Bu da olacaq C variantı. Keçirəm 3-cü suala. Modul x vurulsun, x kvadratı çıxılsın 4-də vuruqlarına ayırsam, x çıx 2, x üstə gəlsin 2 şəklində vuruqlarına ayrılacaq uşaqlar. Kiçikdir 0-dan. Mən nə bilirəm burada? Bilirəm ki, modulda x funksiyası həmişə müsbət bir ədəddir. 0 da ola bilər normalda, təkcə yazılsaydı. Amma bura 0-dan ancaq kiçik yazılıb, yəni 0 ola bilməz. Bu bərabər işarəsini qoymayıb. Ona görə mən şərt qoymalıyam ki, modul x 0 ola bilməz, yəni x 0 ola bilməz. Bu şərti yadımızda saxlayırıq. İndi modulun cavabı həmişə müsbət ədəddir. Müsbət ədədi gərək mən mənfi ifadəyə vurum ki, ifadənin cavabı yekunda 0-dan kiçik olsun. Deməli, x çıx 2, x üstəgəl 2, kiçikdir 0-dan olmalıdır. Ədəd oxunu çəkirəm. Ədəd oxunun üzərində mənfi 2 və müsbət 2-ni qeyd edirəm. 2-dən böyük bir ədəd götürsəm, məsələn, x-in yerinə 3 yazsam, 3-dən 2 çıxanda müsbət, 3-ün üstünə 2 gələndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Mənfi və müsbət belə dəyişir. İndi bizə lazımdır 0-dan kiçik aralıq, yəni mənfi işarəsini qoyduğumuz aralıq, o da mənfi 2, 2 intervalı olacaq. Burada hansı tam ədədlər var? Mənfi 1, 0 və 1 var. Yəni, neçə dənə tam həlli var? 3 dənə tam həlli var. Tam həllərinin sayı 3-dür. B variantı 3-ə uyğun gələcək. Tam həllərin sayı 2-dir. Belə bir şey də almamışdıq. Deməli, nə oldu? Uyğunlaşdırmamız uşaqlar 1AD, 2C, 3B şəklində oldu. Keçirik 28-ci suala. İfadələrə fikir versəniz, birincidə də, ikincidə də, üçüncüdə də eyni şeydir bunlar. Yazıram x kvadratı, elə modul x olduğu kimi gəlin köçürdək. Modul x, üstəgəl x kvadratı, üstəgəl x. Bu ifadəni araşdıracağım. Böyükdür, kiçikdir, böyükdür, bərabərdir və bunların hamısından baxmalıyıq uşaqlar. Gəlin, böyük bərabərdir də birinci götürüb işləyək.
Şərt qoymalıyıq uşaqlar. Çünki x həm modulsuz verilib, həm modulla verilib, həm də kvadratda verilib. Ona görə gəlin birinci düşünək ki, x müsbət ədəd olarsa. Müsbət ədəd olarsa, müsbət ədəd moduldan olduğu kimi çıxır. Qalanını da olduğu kimi yazırıq. Burada olur x kvadratı üstəgəl 2x böyük bərabərdir 0-dan. X ortaq vuruq çıxarsanız x üstəgəl 2 böyük bərabərdir 0-dan. Və köklərin biri 0-dır, biri -2, -2-ni birinci, 0-ı ikinci yazaq. 0-dan böyük bir ədəd qoysaq, x-in yerə məsələn 5 yazsaq, bura müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət. Bu növbələşəcək bu şəkildə və bizə müsbət olan aralıq lazımdır, bura və bura. Deməli, mənfi sonsuzluqdan -2-yə kimi birləşir 0-dan müsbət sonsuzluğa kimi. X müsbət olarsa bu belə qiymətlər aldı. İndi x mənfi olarsa baxaq. Çünki mənfi də ola bilərdi də həmin ədədiniz. Amma bura baxın uşaqlar, x müsbətdir şərti qoymuşuqsa bu intervallardan buranı götürə bilməz. Deməli, buranı almayacaq. Çünki müsbət olan yeri ödəyən bu aralıqdır. İndi mənfi olarsa bax, şərt qoyuruq. Mənfi ədəd moduldan çıxır, yuxarıya baxın. Mənfi ədəd moduldan çıxır əksinə, yəni o mənfi qarşıya keçir. Bunu artıq siz həqiqət ədədlərdən bilirsiniz. Deməli, -x ilə x gedir. X kvadratı böyük bərabərdir 0-dan. X kvadratı nə vaxt 0-dan böyükdür? X-in yerinə nə yazırsınız yazın. Yəni, mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Amma mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şey yazsaq ödəyir, düzdür. Amma şərt qoymuşuq ki, mənfi ədədlər ödəsin. Ona görə bunu mənfi sonsuzluqdan 0-a götürəcəyik. Mənfi sonsuzluqdan 0-a. İndi biz bunun həllərini birləşdirməliyik də uşaqlar. Yəni, həm bunu almışıq cavab olaraq və yaxud bunu və yaxud bunu. Bunlar ikisi, hər ikisi ödədiyi üçün mənfi sonsuzluqdan 0-a qədər də ödəyir. 0-dan müsbət sonsuzluqda ödəyir. Yəni, hər şey ödəyir. 0 da bura daxildir, təbii ki. Ona görə bunun həllər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Deməli, birinciyə uyğundur C variantı. İndi üçüncü birinci ilə eynidir. Uşaqlar fikir verin. Üçüncü birinci ilə eynidir. Sadəcə burada nə fərqlənir? Burada böyükdür işarəsi var, yuxarıda böyük bərabərdir. Yəni, hər şeyi həll eləyəcəksiniz. Həll eləyəndə sadəcə olaraq burada -2, 0 məsələn. Ədədlərin içərisini boş götürəcəksiniz. Burada da 0-ın içərisini boş götürəcəksiniz. Yəni, orada bərabər şərti yoxdur axı. Bərabər şərti yoxdur deyə. Burada 0-ın içərisini boş götürürsünüz. Yəni, mənfi sonsuzluqdan 0, 0-dan müsbət sonsuzluq. Deməli, mənfi sonsuzluq 0-ı burada almayacaq. Birləşir 0 müsbət sonsuzluq. Eyni şeydir, baxın, yuxarıdakı ilə eyni cür gedəcəksiniz həllini. Bir də yazmıram, hər şey kopya eynidir. Sadəcə burada bərabər işarələri qoymursunuz deyə bu 0-ı almayacaq. 0-ın içi boş olacaq. İçin boş saxladığınıza görə ədəd oxunda 0-ın mötərizəsi də yumru olacaq. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluğun içindən 0-ı çıxartmalısınız. Deməli, onda buna B variantı uyğun gələcək. Eynisi idi deyənə təkrar edirəm, yazmadım. İndi ikinci təzədən yazacağım. Modul x üstəgəl x kvadratı üstəgəl x kiçik bərabərdir 0-dan. Birinci hal x müsbət olarsa. Yenə bayaqki kimi gedir də uşaqlar. Sadəcə olaraq indi vuruqları ayıranda 0-dan kiçik olan yerini götürməliyik. X müsbət olarsa müsbət ədəd moduldan olduğu kimi çıxır. Deməli, x kvadratı üstəgəl 2x kiçik bərabərdir 0-dan. X ortaq vuruq çıxardanda x üstəgəl 2 kiçik bərabərdir 0-dan. Burada ədəd oxunda qeyd etsək, -2 və 0 kökləri ödəyir. 0-dan böyük bir ədəd götürsəniz 5 yazsanız x-in yerinə müsbət, hasili müsbət, mənfi müsbət olacaq və bizə lazımdır mənfi yer. Mənfi yer lazımdır bizə. Bu -2 ilə müsbət 0-da ödədiyi üçün. Amma və lakin biz şərt qoymuşuq ki, x müsbət ədəd olsun və yaxud 0 olsun. Deməli, x müsbət və yaxud 0 olmalıdır. Bu -2 ilə 0-ın arasında da müsbət ədəd olmadığı üçün onu götürə bilmərik. Ancaq buradan 0-ı götürəcəyik. Aydındırmı?
Biz həll edib mənfi 2, 0 götürdük. Mənfi 2-dən 0-a qədər ədədlərin içərisində müsbət olanları nəzərə alıb götürməliyik. Müsbət olan yoxdur, ancaq nəyi götürəcəyik? 0-ı götürəcəyik. İndi baxaq x mənfi ədəd olarsa. X mənfi ədəd olarsa, moduldan x çıxır əksinə. Əksinə çıxanda mənfi x üstəgəl x kvadrat üstəgəl x kiçik bərabərdir 0-dan. Yəni x kvadratı kiçik bərabərdir 0-dan. X kvadratı ya müsbət bir ədəddir, ya da ki, bunun 2 yazmayayım da ikinci hal yazım. Bura çaşdırmasın bizi. İkinci hal. Harada qalmışdım? X kvadratı deməli, ya müsbət ədəddir, ya da 0-da. Müsbət ədədlər heç vaxt 0-dan kiçik ola bilməz. Ancaq burada x kvadratı 0-a bərabər olar şərtini nəzərə almalıyıq. O birisi bizi maraqlandırmır, 0-dan kiçik olmaz çünki. Deməli, x-imiz 0-a bərabərdir. Burada da x-i 0-a bərabər almışdıq, aşağıda da 0-a bərabər aldıq. Deməli, bircə dənə kökü var, o da 0a variantı. Nə oldu uşaqlar? 1-ə c, 2-yə, 2-ni axırda yazdım a, 3-ə isə b. Bu şəkildə. Keçirəm 29-cu suala. Biz nə dedik bayaq? X-in kvadratı ilə modul x-in kvadratı eyni şeydir. Orada modul x-in kvadratı yazıb, mən onun yerinə x kvadratı yazıb bərabərsizliyimi həll edəcəm. X-i ortaq vuruq çıxardıram. Onda köklərin tapası olsam, birinci tərəf 0-a çevirən ədəd elə 0-dır, ikincini 0-a çevirən ədəd mənfi 1-dir. 0-dan böyük bir ədəd götürsəm, məsələn 5 yazsam, bura müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət, mənfi, müsbət. Bu eləyəcək bu aralıq, mənfi 1, 0 aralığı və salam. Açıq mötərizə heç birində almır. Və keçirəm 30-cu suala. Yenidir nəyə qeyd etməliyik? X-in kvadratı ilə modul x-in kvadratı eyni mənanı verir. Modul x kvadratı yazmayacağım, yazacağım x kvadratı ki, rahat olsun vuruqlarını ayırmaq. X ortaq vuruq çıxardanda x çıx 1, böyükdür 0-dan. Köklərin biri 0, biri isə 1 olur. 1-dən böyük bir ədəd götürəndə, məsələn 2 götürsən, bura müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra ardıcıl şəkildə davam edəcək. Bura və bura lazımdır bizə, çünki 0-dan böyük deyir. Onda olacaq cavabımız mənfi sonsuzluqdan 0-a birləşir 1-dən müsbət sonsuzluğa. Bunlar nisbətən rahat bərabərsizliklərdir uşaqlar. Keçirəm 31-ci suala. 31-ci sualda isə demək nə edəcəyik? X-i bir dəfə olduğu kimi götürək, bir dəfə əksinə. Birinci düşünək ki, x müsbət ədəd olarsa. Müsbət ədəd olarsa, bu çıxacaq olduğu kimi moduldan. Qalan hər şeyi götürüb yazırıq. Keçirdək bir tərəf. X kvadratı sola keçib müsbət olur. 2x də sola keçir. X-dən 2x çıxanda mənfi x qalır. X-i ortaq vuruq çıxarsanız və kökləri təyin etsəniz 0 və 1. Birdən böyük bir ədəd yazsanız müsbət, mənfi, müsbət gedəcək. Sizə 0-dan kiçik yer, yəni mənfi işarəsini qoyduğunuz yer ödəyir 0, 1. Və bu 0-dan böyükdür şərtini də ödəyir. Yəni burada hər şey qaydasındadır. Və biz düşünməliyik ki, bu səfər x mənfi ədəd olarsa nə olacaq görək. Mənfi ədəd olarsa, əgər o moduldan əksinə çıxacaq, yəni mənfi x kimi. Onda olur 2x çıxılsın x kvadratı. Keçirdirəm bu tərəfə x kvadratı keçdi. 2x də bu tərəfə keçəndə mənfi olacaq, mənfi 3x. Və siz buradan o ikisi ortaq vuruq çıxarsanız, ədəd oxunda qeyd etsəniz kökləri 0 və 3-dür köklər. Çünki buranı 0-a bərabər edən ədəd 0, buranı 0-a bərabər edən ədəd 3. Və işarəni təyin etsəniz, 3-dən böyük bir ədəd götürüb, məsələn 4 yazsanız müsbət eləyəcək. Siz alırsınız cavabı 0-3 arasında. Mənfi lazım idi axı. Amma bu mənfi ədədlər şərtini ödəmir. Çünki 0 ilə 3 arasındakı ədədlər müsbət ədədlərdir. Sizin deməli bir dənə cavabınız oldu. O da 0, 1 parçası. Bu şəkildə uşaqlar deməli 32-ci sualda eyni qayda ilə yazırıq. 32.
32-ci sualda da eyni ilə x birinci müsbət ədəd olarsa baxaq. Olarsa. Deməli, olduğu kimi çıxacaq moduldan 3x çıx x kvadratı, keçirdirəm x kvadratın sola müsbət olur. 3x-i keçirdəndə mənfi olur. X-dən 3x çıxılır, 2x. Deməli, burada uşaqlar kiçikdir işarəsi var, ancaq kiçikdir qoyuram. X ortaq vuruq çıxarsam, x çıx 2, kiçikdir 0-dan. Ədəd oxunda kökləri qeyd etsəm, birincini 0-a çevirən ədəd 0, ikinci tərəf 0-a çevirən ədəd 2. 2-dən böyük bir ədəd götürsəm müsbət, burada da müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra ardıcıl davam edirik mənfi müsbət şəklində və bizə lazımdır 0-dan kiçik olan yer, yəni mənfi işarəsini yazdığınız yer, o da 0-2 arası olur. 0-2 arasındakı ədədlərdir. Yuxarıda 0 yazmaq istəmişəm, yazmamışam uşaqlar. 0-2 arası da bu x böyük bərabərdir 0 şərtini ödəyir. Bizə lazımdır ki, ödəsin. Deməli, indi baxırıq x mənfi ədəd olarsa. X mənfi ədəd olanda biz götürüb moduldakı ədədi əksinə çıxartmalıyıq. Mənfi x kiçikdir 3x çıx x kvadratından. Onda bu tərəfə keçirdəndə x kvadratı 3x də bu tərəfə keçir 4x kiçikdir 0-dan. Burada indi 0-ı yazmadım uşaqlar. Olarsa sözünün o-su ilə yəqin 0-ı mən qarışdırıram. Orada nəsə baş verir. Deməli, burada x çıxılsın 4, kiçikdir 0-dan. Burada kökləri tapsam, birinci tərəf 0-a çevirən ədəd 0, ikinci tərəf 0-a çevirən ədəd 4. Deməli, 4-dən böyük bir ədəd qoyanda müsbət, müsbət, müsbəti müsbətə vursaq, müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik aralıq lazımdır, 0-4 aralığı. Amma gəlin görə bu şərtimizi ödəyirmü? 0-4 aralığı 0-dan kiçik deyil. Çünki biz başda şərt qoymuşduq 0-dan kiçik olsun. Ona görə buranı götürmürük. Cavab olacaq 0-2 arası. Amma 0-2 arasında tam həllərin sayını soruşurdu. 0-2-nin arasında yalnız bircə dənə 1 var. Deməli, bir dənə tam həll var. Keçirik 33-cü suala. Uşaqlar, əgər hər tərəfdə modul varsa, baxın, sağda da, solda da modul var da. Bunun ən rahat həll üsulu odur ki, sağdakı ifadə də moduldadır, soldakı da moduldadır və heç bir vuruğu da yoxdur, vuruqlarına da ayrılmır. Onda bunun hər tərəfin kvadrata yüksəldərək ən rahat şəkildə bərabərsizliyi həll edə bilərsiniz. Modulun kvadratı elə ifadənin özünün kvadratıdır. Ona görə bir də modul yazmağa ehtiyac yoxdur. Demək, nə vaxt bunu eləyirsiniz? Solda, sağda tamamilə modulun içərisindədir və heç bir vuruqlardan ayrılmır. Onda ən rahat belə yaza bilərsiniz. Vuruqlara ayrılsa, vuruğu ortaq vuruq çıxardıb ixtisar edirdik. Yuxarıda elə bir bərabərsizlər etmişik. Deməli, vuruqlarını bunu açsanız, x kvadratı üstəgəl 2x üstəgəl 1, sağ tərəf açsanız 4x kvadratı üstəgəl 20x üstəgəl 25. Sonra hamısını keçirdirik sol tərəfə. Böyük bərabərdir 0-dan. Burada olacaq mənfi 3x kvadratı. 2x-dən 20x çıxanda mənfi 18x, 1-dən 25 çıxanda mənfi 24, böyük bərabərdir 0-dan. Hər tərəfi mənfi 3-ə bölsək, bu şəkildə alırıq. Və mənfiyə böldüyümüz üçün bərabərsizlik işarəsini dəyişməliyik. Vuranda 8, toplayanda mənfi 6 edən 2 ədədimiz mənfi 4 və mənfi 2-dir. Onda bunun vuruqları x üstəgəl 4 və x üstəgəl 2 şəklində olacaq. Belə, ədəd oxunda göstərində x mənfi 4 tapmışdıq, birdən mənfi 2 tapmışdıq. Hər ikisini alacaq, içərisini qaralayırıq. Çünki burada 0-dan kiçik bərabər işarəsi var. Mənfi 2-dən böyük x-in yerinə məsələn 10 yazsam, 10-u yazanda 10 üstəgəl 4 müsbət, 10 üstəgəl 2 müsbət, müsbəti müsbətə vuranda müsbət. Bura mənfi, bura müsbət şəkildə davam edəcək və bizə lazımdır mənfi olan yer, o da eləyəcək mənfi 4, mənfi 2. Bizə deyir, burada ən böyük tam həllini tap. Mənfi 4, mənfi 2-nin içərisində ən böyük tam həldə olacaq mənfi 2. Bu şəkildə. Və sonra keçirik 34-cü suala. Eyni qayda ilə sağa və solu moduldur və heç bir vuruqlara ayrılmır.
Yəni bunu ən rahat yolu hər tərəfin kvadrata yüksəldərək həll et. Bir dənə bərabərsizliyiniz olacaq və rahat şəkildə də tapacaqsınız. Bir var 2 dənə, 3 dənə bərabərsizlik həll edəsiniz. Bir də var bir dənə bərabərsizlik həll edəsiniz. Kvadrata yüksəldir. Belə daha rahatdır. Deməli, x kvadratı çıx 2x üstə gəl 1. Böyük bərabərdir. Sağ tərəf birincinin kvadratı hasillərinin 2 misli ikincinin kvadratı. Hamısını keçirirsiniz sol tərəfə. Deməli, x kvadratından 4x kvadratı çıxanda mənfi 3x kvadratı. Mənfi 2x-in üstünə 20x gələndə müsbət 18x. Bayaqçı ilə eyni alırıq bunu uşaqlar. Ədədlər eynidir. Ola bilsin, işarələr fərqli olacaq. Hamısını mənfi 3-ə böləndə çıxılsın 6x, üstə gəl 8 və mənfiyə böldüyünüz üçün işarələri dəyişirsiniz uşaqlar. Və burada vuranda 8, toplayanda müsbət 6 eləməlidir. Artıq köklər müsbət 4 ilə müsbət 2-dir. Yuxarıdakından işarələr mənfi idi. Kök müsbət 4-dürsə bu x çıx 4 kimi, müsbət 2-dirsə x çıx 2 kimi işarə olunacaq. Ədəd oxunda bu 2-ni və 4-ü almaq şərti ilə qeyd edirik. 4-dən böyük bir ədəd, məsələn, x-in yəni 5 yazsaq, bura müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra mənfi müsbət şəklində davam edəcək. Bu da bizə lazımdır sıfırdan kiçik bərabər olan yer, yəni mənfi işarəsini yazdığınız yer, o da olur 2, 4 parçası. Bərabərsizliyin ən böyük həllini soruşur, cavabınız olacaq 4. 35-ci sualla davam edirik uşaqlar. 35-də. Görürsünüz, ikinci mötərizədə heç bir modul yoxdur. Həm x kvadrat var, həm x var. Birinci tərəfdə amma modullu ifadə var. Və həmin mötərizənin içərisində işarəsini bilmirsiniz də. Bu modul x çıx 1 mənfi də ola bilər, müsbət də ola bilər. Ona görə biz qarışıqlıq düşməsin deyə yenə x-ə şərt verək. X böyük bərabərdir 0-dan olarsa nə olacaq? Bu moduldan olduğu kimi çıxacaq. Yəni x çıxılsın 1. İkinci tərəfi də olduğu kimi yazıram. Deməli, ikinci tərəfi biz əslində vuruqlara ayırıb yazsaydıq daha yaxşı olardı. Uşaqlar, gəlin birinci vuruqlara ayırım. Çünki 2 dəfə vuruqlara ayırma eləmək istəmirəm burada. Birinci heç bir şərt qoymuram. Birinci olduğu kimi köçürdürəm. İkincini hələ ki yazmıram. İkinci mötərizəni kənarda yazıb, bunun vuruqlarını tapmaq istəyirəm mən. Bunun köklərini ya vietlə tapa bilərsiniz, ya diskriminantla. Vietlə çətinsə diskriminantla tapın. Qabaqda əmsal olanda vietlə adətən çətin tapırsınız. Ona görə diskriminantla tapacağım. B kvadratı, yəni x-in əmsalı 1-dir, 1-in kvadratı çıx 4, A və C. Bu eləyəcək mənfi 8, 1 və mənfi 1 çıx mənfi 8 bizə verir 9-u. Kök altında diskriminantla da çıxacaq 3. Belə olan halda kökün 1 olacaq. Mənfi 1 üstə gəl 3 bölünsün 2. Yəni 1-i verir. 1-i də olacaq 2 yox, daha doğrusu 2 vur 2. Bu eləyir 2-də 1. Sonra mənfi 1 çıx 3 bölünsün 2 vurulsun 2. Bu da eləyəcək mənfi 1. Onda bunun vuruqları nə olacaq? 2 vurulsun, bax bu qarşıdakı əmsalı hökmən yazmalısınız. Mötərizənin içərisində kökün 1 2-də 1 olduğu üçün x çıx 2-də 1, 1-i mənfi 1 olduğu üçün x üstə gəl 1. Bax bunu mən burada yazmalıydım da, düzdür, bu mötərizənin yanında. Bunu götürürəm, kopyalayıram bura. Çünki bunun yerindəki ifadəni mən yazmışam, vuruqlarını. Fikir verdiniz mi uşaqlar? Bax, bu ifadənin vuruqlarını mən kənarda yazdım, hesapladım. İndi bunun sıfırdan kiçik bərabər olan halını araşdırmalıyıq. Necə araşdıracağıq? X-imiz müsbət ədəd olarsa, x müsbət ədəddirsə, moduldan olduğu kimi çıxacaq. X çıxılsın 1, vur 2 vur, x çıx 2-də 1, vur, x üstə gəl 1. Kiçik bərabərdir sıfırdan. Ədəd oxunda kökləri qeyd edirik. İkisini tapmışdıq, mənfi 1 və 2-də 1. Bir dənəsi də birinci mötərizədən gəlir. X çıx 1-i sıfıra çevirən ədəd də 1. Birdən böyük x-in yerinə bir ədəd qoyuram. Tutaq ki 2. 2-dən 1 çıxanda müsbət. 2-dən 2-də 1 çıxanda müsbət. 2-in üstünə 1 gələndə müsbət. 3 dənə müsbət ədədi vurub bir dənə də 2-yə vursanız yenə müsbət. Və bu davam edəcək mənfi, müsbət, mənfi şəklində. Bizə sıfırdan kiçik
qoyduğumuz işarələr olan yer lazımdır. Bir bura, bir də bura. Yəni mənfi sonsuzluq mənfi 1 birləşir 2-də 1, 1. Amma və lakin biz şərt qoymuşuq ki, x-imiz 0-dan böyük olmalıdır. Ya da 0-a da bərabər ola bilər, problem yoxdur. Amma müsbət bir ədəd olsun. Ya 0, ya müsbət. Bu mənfi tərəf həmin şərti ödəmədiyi üçün bizim buradan cavabımız yalnız bu hissədir. İndi biz ikinci şərti qoymalıyıq. Bərabərsizlik biraz yorucu bərabərsizlikdir. X mənfi ədəd olarsa. X mənfi ədəd olarsa, bu ifadə modulun içərisində mənfi varsa, o mənfi qarşıya keçərək sadələşir. Mənfi qarşıya keçəndə olacaq mənfi x çıx 1. Sonra bərabərsizliyin qalan hissəsinin olduğu kimi köçürtməliyəm. X üstə gəl 1 kiçik bərabərdir 0-dan. Buradan mənfini çıxarsaq x üstə gəl 1 vur 2 vur x çıx 2-də 1 vur x üstə gəl 1 kiçik bərabərdir 0-dan. Deməli, x üstə gəl 1-dən 2 dənədir. Onu yazıram x üstə gəl 1-in kvadratı. 2-ni yazıram elə burada. 2'm yoxdur bundan. Bir də bu mənfini yox eləməkdən ötürü bərabərin solun və sağın mənfiyə vururam. Mənfiyə vurduğum üçün bərabərsizlik işarəsi dəyişir. İndi burada x üstə gəl 1-in kvadratı həmişə müsbət bir ədəddir, düzdürmü? Müsbət bir ədəddir və yaxud 0 ola bilər. İndi 0 ola bilər deyənə o şərti mən bərabərdir 0 yazıram. X bərabərdir mənfi 1. Bu kök ödəyəcək. Bura müsbətdir. Bura necə ədəd olsun ki, ifadən müsbəti həmin ədədə vuranda 0-dan böyük olsun və yaxud bərabər. Deməli, burada müsbət olmalıdır. Onda belə çıxır ki, x çıxılsın 2-də 1 0-dan böyük bərabər olmalıdır. X böyük bərabər olmalıdır 2-də 1-dən. Amma biz şərt qoymuşuq ki, x 0-dan kiçik ədədlər olmalıdır. Ona görə bura bizim qoyduğumuz şərt ödəmir. Burada ancaq və ancaq mənfi 1 ödəyir. Onda yekun olaraq bizim cavablarımız, bax, cavab nə olacaq? Cavab bir dənə mənfi 1 ədəd kimi, bir də birləşir. Yuxarıda 2-də 1 ilə 1 parçasını tapmışıq. Bu şəkildə. Sual çətin sualdır uşaqlar. Yəni mən deyə bilmərəm ki, sual asan sualdır. Sual çətin sualdır. Həll qaydası da bu formada gedəcək. Biraz yorucudur. Mən özüm belə yoruldum bu sual işləyəndə. Və pisi odur ki, bir dənə də belə sual işləməliyik. Birinci sərbəst özünüz işləyin, sonra mən yazandan yoxlayın uşaqlar. 36. Birinci burada 2x kvadrat üstə gəl x çıxılsın altını vuruqlarına ayıraq görək bunun vuruqları nədir? Uşaqlar bunu diskriminantla da vuruqlarına ayıra bilərsiniz. Ortadakı həddi parçalayaraq da vuruqlarına ayıra bilərsiniz. Viyetlə də vuruqlarına ayıra bilərsiniz. Adətən diskriminantla daha rahat başa düşür deyə uşaqlar qarşıda əmsal var axı. Ona görə diskriminantla yazacağım. B kvadratı çıxılsın 4a və c. Bərabərdir. 1 üstə gəl müsbət 24, yəni 25 eləyəcək. Kök altında diskriminant bərabərdir 5-ə. Deməli, o zaman x1 bərabərdir mənfi b, yəni mənfi 1. Üstə gəl kök altında diskriminant bölünsün 2a. Bu eləyəcək 4-ü 4-ə böləndə 1. İkinci kök mənfi 5, çıx 5, bölünsün 2 vur 2. Yəni 6 böl 4 ixtisar edəndə mənfi 3 böl 2. Vuruqlarını ayıranda 2 əmsalını qarşıda hökmən yazmalıyıq. 2 vur. İndi kökün biri 1'dir deyə bunun vuruğu x çıx 1. Biri mənfi 2-də 3'dür deyə vuruğu x üstə gəl 2-də 3 olacaq. Bu belə. İndi keçirəm sualın özünə. Bu hissəni belə saxlayıram. Sualın özü belədir. Modulda x çıxılsın 2, vurulsun bu ifadə var idi. O ifadənin yerində mən vuruqları yazacağım. Vuruqlar nədir? 2 vurulsun, x çıx 1, bir də x üstə gəl 3 böl 2. Bu deyir kiçik bərabər 0-dan. Birinci hal, x böyükdür bərabərdir 0-dan olarsa. Moduldan bu çıxacaq olduğu kimi. Çünki müsbət ədəd moduldan olduğu kimi çıxar. Qalan hər şeyi götürürsünüz, olduğu kimi yazırsınız. 2 vur, x çıx 1, x üstə gəl 3 böl 2 kiçik bərabərdir 0-dan.
Ədəd oxu çəkirsiniz. Kökün biri 2-dir. Bu mötərizəni sıfıra çevirən ədəd 1-dir. Sonuncu mötərizəni sıfıra çevirən x isə -3/2-dir. 2-dən böyük bir ədəd x-in yerinə 3 yazsam, birinci mötərizə müsbət, ikinci müsbət, üçüncü müsbət, müsbətlər də bir-birinə vuranda müsbət. Sonra ardıcıl şəkildə davam edəcək. Bizə sıfırdan kiçik olan yer lazımdır. Yəni bir buranı, bir də buranı götürürük. Mənfi sonsuzluq, -1/5 birləşir 1, 2. Amma biz şərt qoymuşuq ki, x-imiz sıfırdan böyük və ya bərabər olmalıdır. Ona görə biz bu mənfi tərəfi cavab olaraq qəbul edə bilmərik. Deməli, bizim buradan cavabımız 1, 2 gəldi. İndi ikinci halı işləməliyik. İkinci halda x-imiz mənfi olarsa. X mənfi ədəddirsə fikir verin yuxarıya. Mənfi ədəd moduldan mənfini qarşıya verərək, yəni əksinə çıxar. Onda mənfi x çıxılsın 2. Bu mənfi çıxmaq demək deyil ha. X-in əksi kimi çıxmaq deməkdir. Vurulsun 2, vur x çıxılsın 1, x üstə gəl 3/2. 3/2-ni düz mü yazmışam mən orada görən? Çünki köklər hasili 3 olmalıdır. Amma məndə köklər hasili niyə 1/5 çıxır? Nəysə düz yazmamışam uşaqlar. Əcəba nəyi? Köklər hasili düz gəlmir axı. Yuxarıya baxaq. 1 çıxılsın 24, -24, 25. Köklər diskriminant 5. -1 üstə gəl 5/2 vur 2. Yəni 1. -1 çıxılsın 5, yəni -6 bölünsün 2 vur 2. İxtisar edəndə -3/2. Orada səhv edirəm uşaqlar. 4'ü 2'ye vurup bir de -6'ya vuranda ay ne pis səhv etmişəm uşaqlar. Bura 48 edir. Birin üstünə 48 gələndə 49. Bunu mən elə buradaca düzəldəcəm. Bir də silmirəm yazdıqlarım uşaqlar. 49'dan kök çıxır 7. Baxın burada düzəldirəm. Onda bu olur 1 üstə gəl 7 və 1 çıx 7 kimi hesablayacağım. 1 üstə gəl 7, 1 çıx 7. O eləyir 6 bölünsün 4, ixtisar edəndə 3 bölək 2. Bu birisi isə -8/4, yəni -2. Niyə fikir verməmişəm mən buna? Deməli 3/2, bir də -2. Əgər 3/2-dirsə kök bu x çıxılsın 3/2 olacaq. -2-dirsə x üstə gəl 2. Bura düzəldi. Bunu aparıb burada da düzəltməliyik. X üstə gəl 2, x çıx 3/2. Sonra bunu silip yazsaydım daha rahat olardı mənə. X üstə gəl 2, x çıx 3/2. Deməli uşaqlar kökün biri -2 imiş. Biri müsbət 2 imiş. Bir də müsbət 3/2 imiş. Bax bunu burada düzəldəcəm. Deməli biri müsbət 2, biri -2, biri də müsbət 3/2. Sonra buranı silirəm. Sonra işarəni təyin edəndə orada hər şey qaydasındadır. Mənfi olan yer mənfi sonsuzluq -2 birləşir. Bir də 3/2 2 aralığı. Bizə lazım idi x'in sıfırdan böyük olduğu yer. Ona görə buranı ödəməz. Buradakı cavabımız olacaq belə. İndi ikinci tərəfdə də vuruqları düzgün yazmalıyam. Bu x üstə gəl 2 idi. Vuruqları ayıranda. Burada x çıxılsın 3/2. Yəni bunu götürüb kopyalamışdıq da bura. Və buradan birinci tərəfdən mənfini ortaq vuruq çıxarsam x üstə gəl 2 vur 2 vur x üstə gəl 2 vur x çıxılsın 1/5 kiçik bərabərdir 0-dan. X üstə gəl 2, x üstə gəl 2, x üstə gəl 2'nin kvadratıdır. 2'ni yazıram olduğu üçün bir də x çıx 1/5'i yazdım. Və bu mənfini yox etmək üçün sağı və solu mənfiyə vururam. Mənfiyə vuranda işarə dəyişir. Və biz bilirik ki, bu hissə həmişə müsbət bir ədəddir və yaxud sıfıra bərabər ola bilər. Çünki ifadənin kvadratı mənfi ola bilməz.
Həmişə müsbətdirsə, deməli müsbəti gərək mən müsbət ədədə vurum ki, bərabərsizlik ödənsin. Və bir də x üstəgəl 2 sıfıra bərabər ola bilər. Bunu qeyd etməliyəm. Çünki bizə deyir axı böyük bərabərdir sıfırdan. Və buranı da həll edəndə 1,5-dən böyük olduğunu alıram. Və mən şərt qoymuşdum ki, ikinci halda x sıfırdan kiçik bərabər olsun. Ona görə 1,5-dən böyük olan hissə ödəməyəcək. Bir dənə ödəyən ədəd -2-dir. Deməli, yekun cavabımız 1 -2 ödəyir. Aralıq olaraq bir də yuxarıda tapdığımız 1,5 2 parçası ödəyir. Deməli belə. Yorucu sualda 37-38 sonuncu suallara gəldik, çatdıq. Yeni suallardır, maraqlı suallardır. Eyni zamanda başa düşülməsi bir balaca çətin ola bilər. Ona görə diqqətlə qulaq asın uşaqlar. İnidən xəbərdarlıq edirəm ki, fikriniz dərs olsun. Deməli, modulda x çıx, 2b çıxılsın 4-ün, təzədən bağlanmış modulu belə yazırıq. Böyükdür. Sağ tərəfə baxırsınız. Sağ tərəf müxtəsər vurma düsturdur. Yəni bunu baxan kimi görürsünüz. Yəqin ki, a çıx 5-in kvadratı. Deyir ki, bunun kökləri nə olsun? Mənfi sonsuzluqdan 2-yə qədər gəlsin. 2-yə qədər gəlsin. Sonra 2-dən də müsbət sonsuzluğa davam etsin. Bu nə deməkdir? Bu demək ki, x bir dənə 2-ni almasın. Düzdürmü? X bir dənə 2-ni almasın, başqa hər şeyi ala bilər. Yəni, başqa nə qoyursunuz, qoyun yerinə ödənəcək. Bu da bilirsiniz, hansı bərabərsizliklərdə olurdu. Bir dənə sadə sual yazacağım, onun üzərindən tam başa düşəcəksiniz. Burada bir dənə yer ayırıram mən özüm üçün. Bu da sadə bir şəkildə izah edəcəm. Başqa bir dənə sualın üzərində. Yəni, bu yuxarıda yazdıqlarla əlaqəsi yoxdur. Ədəd olaraq əlaqəsi yoxdur. Mahiyyət etibarilə eyni tipli bir sual salıram. Modulda x çıxılsın 6 tutaq ki, verilib, böyükdür. Burada 0 olanda nə baş verirdi? Modulun cavabı. Mən desəm ki, bu sualı necə həll edərsiniz? Nə deyərsiniz? Deyərsiniz ki, müəllim, modul həmişə ya müsbətdir, ya da 0-dır. Düzdürmü? Əgər müsbətdirsə, modulun cavabı. Bu bərabərsizlik həmişə ödəyəcək. Həmişə ödəyəcək nə deməkdir? Yəni, mən x-in yerinə ürəyim istəyən ədədi yazsam, onsuz da o ədəd 0-dan böyük olacaq. Bir dənə təhlükəli məqam nədir? Burada bərabər işarəsi qoymuyor. O deməkdir ki, 0-a çevrilə bilməz. Ona görə şərt qoymaq ki, x çıxılsın 6, 0 olmasın. Yəni, x 6 olmasın. Ədəd oxunun üzərində də 6-nı qeyd edirik. Yəni, bu gəlir mənfi sonsuzluqdan 6-ya qədər birləşir 6-dan müsbət sonsuzluğa. Hər şey ödəyir, bir dənə 6-nı qoya bilmərsiniz. 6-dan başqa siz nə yazırsınız? Yazın yerinə x-in. Həmişə onun modulu 0-dan böyük olacaq. Aydındırmı? 6-nı yazanda 0-a bərabər olur. Onu götürə bilmərik. İndi eyni məntiq üzərindən gedirik. Deməli, əgər sizdə təkcə 2-ni almırsa, deməli, bir dənə ədədi ala bilmirsə, deməli ki, bura 0 olmalıdır. Necə ki, mən aşağıda yazmışam, cavabda gərək 0 olsun ki, belə bir vəziyyət yaransın. A çıx 5, 0 olmalıdır. Yəni, A5 olmalıdır. Deməli, A çıx 5, 0 olmalıdır. A çıx 5, 0 olmalıdırsa, onda modulda x çıxılsın, 2b çıxılsın 4, böyükdür 0-dan. Bu nə vaxt ödəyə bilməz? 2b çıxılsın 4, yerinə nə yazmalıyıq? Baxın, burada x çıxılsın 6 yerinə nə yazdıq? 0. Yəni, x-in yerinə 6 da belə deyək. İndi burada da x-in yerinə, daha doğrusu belə yazmalıyam. X-in yerinə elə bir ədəd yazmalıyıq və 2b çıxılsın 4-də b-nin yerinə elə bir ədəd yazmalıyıq ki, bu 0-dan böyük olsun. Deməli, burada x fərqlidir 2 yazıb. Bura baxın uşaqlar aşağıya. X-in yerində 6 ola bilməz. X-in yerində 6 ola bilməz. Deməli, x-in yerində 2 ola bilməz deyirsə, bura 2 gərək olsun ki, bax, bura 2 gərək olsun ki, mən deyim ki, x-in yerində 2 ola bilməz. Çünki 2-dən 2 çıxanda 0-a bərabər ola bilər, bu 0-a bərabər deyil də. Onda belə çıxır, 2b çıxılsın 4 gərək 2 olsun. Oradan 2b 6, b də 3 gəlir.
Bizdən A üstəgəl B cəmini soruşurdu. A-nı 5 tapmısınız, B-ni 3 tapmısınız. 5 üstəgəl 3 bərabərdir 8 şəklində yaza bilərik. Ümid edirəm başa düşdünüz uşaqlar bu ikinci nümunədən. Nümunəyə uyğun fikirləşsəniz başa düşəcəksiniz. Keçək 38-ci suala. X çıxılsın 2B çıxılsın 6 böyükdür. Bu A kvadratı çıx 8A üstəgəl 16 bizə verir A çıx 4-ün kvadratını. Bizə deyir ki, bu bərabərsizliyin həllər çoxluğu, yəni x-ləri hər şey ödür, bir dənə 4 ödəmir. Yəni mənfi sonsuzluqdan gəlir 4-ə qədər, 4-dən də müsbət sonsuzluğa, yəni x 4 ola bilməz deyir də, başqa hər şey ola bilər. Əgər bu bərabərsizliyin, ciddi bərabərsizlikdə uşaqlar, bərabərsizliyin həllər çoxluğu konkret bir dənə ədəddən fərqlidirsə, o demək ki, sağ tərəf ancaq 0 olanda bu ödənir. Nəyə görə? Yuxarıda bir nümunə yazmışdım, indi də gəlin başqa bir nümunənin üzərində göstərim. Məsələn, mən sizə deyirəm ki, x çıxılsın 10 modulda. Böyükdür 0-dan. Bu bərabərsizliyi həll edin desəm, siz deyəcəksiniz ki, müəllim, modulun cavabı onsuz da həmişə 0-dan böyükdür. Yəni, x-in yerinə nə yazıramsa yazım, həmişə 0-dan böyük olacaq. Həmişə nə deməkdir? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Amma bəzən modulun cavabı 0-a da bərabər ola bilir. Burada bərabər işarəsi qoymadığı üçün bu demək ki, x çıxılsın 10, 0 ola bilməz. Yəni, x 10 ola bilməz. Onda ədəd oxunun üzərində bu 10-u çıxardırıq. Sizin cavabınız olur mənfi sonsuzluqdan 10-a birləşir 10-dan müsbət sonsuzluğa. Baxın, belə bir bərabərsizlik olmalıdır ki, yuxarıdakı bərabərsizlik. Onun həllər çoxluğunda ancaq 4 iştirak etməsin. Səliqəli çəkməliyəm. Deməli, bunun üçün də nə olmalıdır? Sağ tərəf burası 0 olmalıdır. Burada dayanan ədəd də burada nə fərqlidir göstəribsə ona bərabər olmalıdır. Baxın. İndi eyni şeyi ora tətbiq edirik. Deməli ki, bizdə bu hissə 0 olmalıdır ki, belə bir hal yaransın. X 4-dən fərqli olsun. A çıxılsın 4. A çıxılsın 4 bərabərdir 0-a. 0-a. A bərabərdir 4-ə. Bu belə. Bir də buradakı ədəd bu 4-ə bərabər olmalıdır. Baxın, aşağıdakı ilə müqayisə etsəniz görəcəksiniz. 2B çıx 6 bərabər olmalıdır. 4-ə. 0-a niyə yazdım? Deməli, 2B bərabər olmalıdır 10-a, B bərabər olmalıdır 5-ə. A üstəgəl B bərabər olmalıdır 9-a. Belə. 37-38-ci suallar çətindir. Ümumiyyətlə, uşaqlar, modul bərabərsizlik hissəsi çətindir. Bir də bundan sonraki kvadrat bərabərsizliklər, irrasional bərabərsizliklər olan hissə, yəni bu başlıq biraz çətin olacaq. Özünüzü qorxutmursunuz, biraz çətinlik çəkirsinizsə, bu normaldır demək istəyirəm uşaqlar. Qəti şəkildə həvəsdən düşməyin. Tələsmədən diqqətlə suallarınızı işləyin. Köçürməyə meyilli olmayın. Məsələn, birin mən işləyirəmsə, sərbəst şəkildə ikincinin öhdəsindən özünüz gəlməyə çalışın. Onda siz öyrənəcəksiniz. Deməli, əgər videolarım daha doğrusu sizin üçün faydalıdırsa, bəyənməyi, komment yazmağı və kanala abunə olmayı unutmayın. Hələlik.